Ama baxın, bu sizi aldatmasın. Bu o demək deyil ki, bu avtomobilin airbagları üstündədir. Sadəcə haçansa atıb, yığıb qoyublar bura. Deməli, avtomobil alqı-satqıya gəlib yanımıza. Qardaş avtomobili almaq istəyir. Gətirib yanımıza ki, ümumi avtomobilə baxış keçirdək. Və baxış keçirdiyimiz zaman bir çox avtomobildə problemlər aşkarladıq. Problemlərdən biri də ki, baxın, bu hissədə yerləşən, görürsünüz, hər videomda deyirəm. Buna baxın bir dənə. Görürsünüz bunu. Kollektorun pirdilkasıdır. Buna gedib 150-200 manat verincə, bu kollektor zbor dəyişirsiz, problem də aradan qalxır. Bunu dəyişəcək avtomobildə alan qardaşa dedik. Sonra batok qapaqda problem var. Gördüyünüz kimi buradan hava çəkir avtomobil. Bunlar dəyişiləcək. Termostat aşıbqası var gördüyünüz kimi avtomobildə. Termostat dəyişəcək. Yəni bir sözlə mühərrik hissəsində bütün problemləri inşallah aradan qaldıracaq və keçirik avtomobilin, gəlin göstərim, airbag hissələrinə. Baxın, bu hissədən baxırıq airbaglarına. Bunu aşağı edirik beləsini. Bax, görürsünüz, bu hissəni aşağı verən zaman bu hissədən airbagları görə bilərsiniz. Amma baxın, bu sizi aldatmasın. Bu o demək deyil ki, bu avtomobilin airbagları üstündədir. Sadəcə haçansa atıb, yığıb qoyublar bura. Yəni, baxanda bilinir. Yəni, ümumi problemləri avtomobilin bunlardır. Kim də avtomobilini almaq istəyirsə, satmaq istəyirsə, gətirsin bizə yoxlanışa. Ümumi bax, bütün avtomobilin sistemini yoxlayırıq. Sağ olun, salamat qalın, diqqətiniz üçün təşəkkürlər.